Sizin gəlişiniz elə gözlənilməzdi ki, ağlıma min cür bəd fikirlər gəlir. Olmaya bir hadisə baş verib. Pis xəbər getirmişəm bəy. Dünən Bakıda Musavat Nazirləri hökuməti bolşeviklərə təhvil veriblər. Bəli bəy, təhvil veriblər. İndi onlar Qarabağa gəlirlər. Özünüzün, ailənizin qayğısına qalın bəy. Gedin buradan. Bəs siz özünüz onları necə qarşılamaq niyyətindəsiz? Mənim borcum hər şeydən əvvəl sizi xəbərdar eləməkdir bəy. Təşəkkür edirəm. Açığını bilmək istəyirsinizsə mən özüm Arazın o tayına keçəcəyəm. Sizə də məsləhət görürəm bəy. Deməli təklif edirsiniz ki, qaçaq. Əgər su səni aparırsa, ona sel deməkdən qorxma bəy. Yeganə çıxış yolu qaçmaqdır bəy. Belə bir vaxta qaçmaq, vətəni, doğma yurdu atıb getmək, yox, biz axıra qədər vuruşacağıq, son damla qanımıza qədər. Biz hamımız bolşeviklərlə mübarizə qalxmalıyıq. Bəy, bilirsinizmi bolşeviklərin böyüyü Lenin nə deyir? Deyir, torpaq kəndlərə məxsusdur. Qarabağın bütün kəndlərinə də elə bu lazımdır. Dəliyə yel ver, əlinə bel. Çox tez təslim olursunuz dostum, çox tez. Təkrar edirəm. Birləşməliyik. Adamları ayağa qaldırmaq lazımdır. Hamını silahlandırmalıyıq. Hansı adamları bəy? Oturmuş Şuşada, kəndliləriniz yadınızdan çıxıb. Adamların daha üzü dönüb bəy. Onu da siz yaxşı bilirsiniz ki, bu saat bütün meşələr, dağlar, qaşaqlarla doludur. Mən sizdən rica edirəm bəy, mənim məsləhətimə qulaq asın. Ailənizi götürüb gedin buradan bəy. Mən buradan heç yana getməyəcəyəm. Əgər nəsibim ölümdürsə, qoy olsun. Mən də əcdadlarım kimi elə burada döyüşdə öləcəyəm. Allah köməyiniz olsun bəy.